İran xalqının Amerika, Avropa və qonşu dövlətlərin xalqları da daxil olmaqla digər millətlərə qarşı heç bir düşmənçiliyi yoxdur. Bu barədə İran prezidenti Məsud Pezeşkiyanın Amerika Birləşmiş Ştatları vətəndaşlarına ünvanladığı məktubda deyilir. İran xalqı heç vaxt Amerika, Avropa və qonşuları da daxil olmaqla digər millətlərə qarşı düşmənçilik aparmayıb. İranlılar tarix boyu xarici hökumətlərin müdaxiləsi və təzyiqi ilə qarşılaşsalar belə həmişə bu ölkələrin hakimiyyəti ilə xalq arasında fərq qoyublar. Pezeşkiyan qeyd edib. O, bu ölkənin sakinlərini siyasi ritorikadan kənara çıxmağa və İranın keçmişinin, bugününün reallıqlarını və qarşı durma ilə deyil, həqiqət, ləyaqət və qarşılıqlı anlaşma ilə müəyyən edilən gələcəyə olan istəklərini yenidən nəzərdən keçirməyə çağırıb. İran müasir tarixində heç vaxt təcavüz, genişlənmə, müstəmləkəçilik və ya hökmranlıq yolunu seçməyib və heç vaxt bir müharibə başlamayıb. Məktubda vurğulanıb. Prezident bildirib ki, rəqabətli hekayələr və dərin geosiyasi gərginliklərlə formalaşan dünyada İran və Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər ən çox səhv başa düşülən münasibətlərdən biri olaraq qalır. Pezeşkiyan vurğulayıb ki, hərbi əməliyyatların davam etdirilməsi onlardan əziyyət çəkən xalqların fikir və hisslərinə böyük təsir göstərir. Bununla bağlı prinsipal sual yaranır. Bu müharibə Amerika xalqının hansısa real maraqlarına tam cavab verirmi? Bu cür hərəkətlərə haqq qazandırmaq üçün İrandan hansı konkret təhdid gəldi? Pezeşkiyan Amerikalılara müraciətində deyib.